İnsan yəni ac qalması ilə, yəni bu məşəqqəti yaşamasına baxmayaraq, adi bir halda dostlar olur, qardaşlar olur, məsələn, danışırıq. Yəni günü müəyyən saatda, məsələn, 1 saat, 2 saat yeməyimiz gecikən kimi, məsələn, bizdə müəyyən narahatçılıqlar olur, biraz əsəblərimiz gərginləşə bilir, hətta onu biz ətrafa da necə deyim, hiss elətdirə bilirik. Amma Ramazan ayında bu işi biz sevə-sevə yerinə yetiririk və çox diqqətli oluruq ki, yəni mən yeməməliyəm, mən içməməliyəm. Yəni onu özümüzü qoruyuruq ki, mən bir işi mənə tapşırıblar sanki, çox dəyərli bir işdir və bu işi sona çatdırmalıyam. Və bu işdə də insanların həvəsli olması, istəkli olması və yenə də qayıdarıq rəhmətə. Yəni bu insan sevmədən, bu rəhməti hiss eləmədən ola bilər kimsə onun fərqinə varmasın, yəni onu ad qoya bilməsin ona. Yəni onu bir ad qoya bilməsin. Amma içəridəki o sevgi, o istək, o ibadətə qarşı elə o rəhmətin insan həyatında təcəllisidir və rəhməti də Allahın tək Ramazanda deyir, elə həyatımızın hər sahəsində. O alimlərdən biri deyir ki, qədimdə deyir, padşahlar bir-birinə məktub yazanda, məktubun elə birinci